Həzrəti Əyyub əleyhissalama, baxın Allah necə həssasdır bu məsələnin üstündə. Əyyub əleyhissalamın malını alır əlinə. Deyir, ilahi şükür, səbir. Balalarını alır. Deyir, ilahi səbir edirəm, özüm vermişdim, malı da balalarımı da aldım. Ondan sonra canına xəstəlik düşür. Deyir, bu can da sənindir. Şükür, səbir. Cəmaat da dediqodusuz dayanmır axı. Söz düşür cəmaatın dilinə. Bu Əyyub nə günah eləyib başına bu işlər gəlir. Olmaz, heç kəsə deməyin ki, bax günahlarının cəzasıdır. Heç vaxt deməyin, heç bir adam. Nə bilirsən, nə idi? Əyyub Peyğəmbər burada deyir ki, ilahi, çətindir mənim üçün bu dediqodular. Malımı aldın, səbr elədim, canıma, övladımı aldın, səbr elədim. Canıma xəstəlik, səbr elədim, amma cəmaatın bu sözü ağırdı mənim üçün. Allah nə deyir? Deyir, Əyyub, sən səbr elədin, yoxsa mən səbri sənə verdim. Sən səbr elədin. Deyir ki, Peyğəmbər öz ağzının üstündən belə vurur. Olur adam, dediyinə peşman olar. Peşman olur və istiğfar eləməyə başlayıb. Görün, harada, deyir, səbr elədim, deyir, sən səbr eləmədin. Səbri mən verdim sənə. Mən o gücü verdim sənə.